uşaqla ona konfet verəndə necə yeyirdi? Xortumu ilə kağızını atırdı. Dəvə onun yanında lap balaca görünürdü. Ona görə deyirlər də, dəvədən böyük fil var. Görəsən o söz necə yaranır? Salam uşaqlar. Salam Tofiqəmi. Nə maraqlı söhbət edirsiniz? Gördüm, gedim balaca dostlarımın yanına. Gəl Aytaç. Tofiqəmi, necə olub ki, dəvədən böyük fil var, kəlam yaranıb? Uşaqlar, yadınızda saxlayın ki, heç bir söz əbəs ilə deyilməyib. Hər bir sözün öz yaranma tarixçəsi var. Gəlin, mən sizə maraqlı bir əfsanə danışım. Burada da öz sualınıza cavab tapa bilərsiniz. Deyirlər ki, qədim zamanlarda meşəyə bir dəvə gəlir. Uzun boynunu uzadıb, ağacların budağındakı yarpaqları yeyir. Meşədəki heyvanlar onu görəndə nə eləyir? Hamısı yuvasından çıxıb, heyrətlə ona baxır. Pələng dəvənin yanında balaca görünürdü. Quyruğunu bulayıb, heyrətlə ona baxırdı. Tofiqəmi, pələng belə edəndə bəs tülkü, çaqqal, canavar nə edir? Nə edəcək? Bütün heyvanlar dəvənin qorxusundan çəkildilər yuvasına. Bəs onunla heç kim dostluq eləmirdi? Yox, heç kim onunla dostluq etmirdi. Bu da dəvənin lap ürəyindən idi. Bütün günü yeyir, içir, kef edirdi. Dəvənin meşədəki hökmranlığı çox çəkir. Yox, Asil. Bir də meşəyə xəbər yayılır ki, nəhəng bir heyvan da gəlir. Başı az qala buludlara dəyir. Güclü bir xortumu var, onunla da 100 illik palıd ağacını yerindən qoparır. Tofiqəmi, heyvanlar vaxta qədər fili görməmişdilər. Yox, görməmişdilər. Meşəyə vəlvələ düşür. Bu xəbər dəvəyə də çatır. Dəvə gəlib fili görəndə qanınla ap qaralır. Dəvə sonra da meşədə hökmranlıq edir. Yox, Asil, dəvənin meşədə hökmranlığı çox çəkmir. Ona görə ki, o gəlib fili görəndə baxır ki, doğrudan da çox güclüdür. Qanı bərk qaralır. Kor peşman meşəni tərk edib gedir səhraya. Bax, uşaqlar, əfsanəyə görə elə o vaxtdan da heyvanlar arasında pıçıllaşma düşür ki, bax, dəvədən böyük fil də var. Elə bu sözlər o vaxtdan yaranır. Tofiqəmi, söylədiyiniz əfsanə çox xoşumuza gəldi. Bəs Fox-Mox? Aytaç, Fox-Mox da olacaq. Bax, uşaqlar, mən sizə maraqlı bir əfsanə danışdım. Siz də öz öyrəndiklərinizdən mənə söyləyin, mən eləcə də bazı dostlarımız qulaq asaq, sonra Fox-Mox olacaq. Baba dayağı, elmə dodağı, belində dağ, ayağında yağ. Açması nədir? Uşaqlar, nədir açması? Dəvə, dəvə. Aytaç, açması dəvədir, düzdür? Hünəri var bir kəşiyin yerində cəl təpənsin. Atırlar məstan pişik, olar bir aslan pişik. Deyirlənər yumağı, çözənlənər caynağı. Quş da gəlmir yaxına, elişər caynağına. Belində qaryorğanı, yatısı yatağına ayı. Təzə il yolkasında almadı armud payı. Xizəklə sürüşmədi, kartopu oynamaqda heç yadına düşmədi. Oruldadı bütün quş. Bu ay can yanmış, nə yaman yatağanmış. Əlbir olub bir ay pişir ilə, ovladılar dovşan tərbiyə ilə. Olmadılar razı onu bölməyə, çıxdı axşırıb öldürməyə. Çiynədilər, dişlədilər, ditdilər, bir-birini alqına qərq etdilər. Özlərini taqətdən saldılar, hər biri bir səmtə düşüb qaldılar. Tülkü uzaqdan görüb bu haləti, bildi çox heç birinin taqəti. Gəldi götürdü, ova etdi fərar, həsrət ilə dalınca baxdı onlar. Çox sağ olun, uşaqlar. Mən də indi sizə maraqlı bir fokus göstərəcəm. Bax, bunları gəlin siz yoxlayın. Bax, bütövdür. Özü metaldandır. Yoxla bunu sən. Asil, sən də bunu yoxla. Bax, sən də bunu yoxla. Görün, bütövdür. Uşaqlar, 3 dənə də rəngli karandaş var. Aytət, saxla bunu. Bu karandaşları da yoxlayın bir-bir. Bundan tut, Asil. Bir dənə də kağız. Aytət, sən də bu kağız saxla, ancaq cırma. Uşaqlar, məndə bir dənə də belə fokus aparatı var. Bax, mən bunları yerləşdirirəm bura. Birini qoyuram bura, birini bura, bunu da qoyuram bura. 3 dənədir, düzdür? Bu kağızla da bunun burasını bağlayıram. Bağladım. İndi karandaşları bir-bir verin mənə. Diqqətlə baxın, bu karandaşı indi mən keçəcəyəm, bax, buradan. Aytaç, bunu da ver. Aytaç, sən də bunu ver. Bax, uşaqlar, görürsünüz, özünüz də yoxlamışdınız ki, bütövdür, metaldandır. Karandaş oradan heç üzrə keçə bilməzdi. Mən bir seyr elədim, üzrə keçdi.
Bax, indi bir bunları çıxardacağım. Sən bunları saxla. Bax, indi kağız da götürüb, həmin bunları yenə sizə göstərəcəm ki, bütün. 1, 2, 3. Ancaq karandaşlar keçmişdi. Hə, uşaqlar, necədir? Fokus hoşunuza gəldi? Bəli. İndi qaldı nə? İlim bilimi ekranlara gəlsin. Cizgi bilimi.